Təzə iş xəbər açılıbdır deyəsən ANS-də. Mən dünən axşam birinci dəfə baxdım, təzə kanaldır. Çox təəssüf elədim. O şüşədə gəzən o azlıqları göstərirlər ki, onlar nə ilə məşğuldurlar. Kimə lazımdır belə bir kanal? O iş kanalı əgər düzəməlli ölkədə gedən vəziyyətdən danışmaq istəyirsə, xalqa məlumat vermək istəyirsə versin. Ya dodağını, rəhləmiş kişiləri göstərirlər ki, bunlar bu yolun adını. Kimə lazımdır elə xəbərlər? Kimi siz tərbiyə edirsiniz? Mən ANS-də olan nümayəndələri deyirəm və mən ANS-ə zəng edib tapşıracağım ki, bizim mətbuat xidməti onlarla danışsın, görək bu nə xəbərlərdir. Bu nədir? Gecə birinci dəfədir televiziya çıxır, iş xəbərindən göyə yenidən qabaq olub, indi təzdən bərpa edirlər və o şüşədə olan oğlanları, qızları gecə saat 1-dən sonra göstərirlər, maşınlara yaxındır. Sizin ayrı işiniz yoxdur. Ölkədə 1000 dənə dərdimiz var, niyə onlardan danışmırsınız?